gəldim axır ki bura. Oy, salam uşaqlar. Necəsiz? Salam uşaqlar, salam cırtdan, necəsən? Ay, Bu nə vəziyyətdir belə? Salam, yoruldum ey yaman. Bu xəmir nədir belə? Ay, bu nə idi belə? Yaman yoruldum. Ay. Sən düzəltmisən? Harada nənən düzəldib? Hə? Nənən düzəldib bunu? Yox, yox. Niyə gətirmirsən bura? Demə başıma nə gəlir. Oy. Deməli Çiçək bacı. Aha. Axşam nənəmin halı pisləşdi. Həkim gəlib baxdı da. Dedi ki, istirahətə ehtiyacı var. Aha. Qonşumuz Gülzar xala da apardı nənəmi evlərinə ki, bir neçə gün baxsın. Mən də tək qaldım evdə. Deyirəm, nənən yaxşıdır indi. Hə, istirahətə ehtiyacı vardı. Dedi ki, istirahət eləsin, ondan sonra yaxşı olacaq. Allah kömək. Mən də yatmışdım da, axşam gec idi, yatmışdım, yuxudaydım. Səhər durdum ki, vay, nənəm hardadır? Qorxdum. Axtardım, sonra dedim, ay Allah, təkəm evdə. Sonra dedim ki, cırtdan, sən qorxmamalısan. Sən divə qalib gələn bir cırtdansan. Ona görə qorxmağın mənası yoxdur. Nənəni axtarmaq lazımdır. Sonradan bildim ki, nənəm Gülzar xalacildəymiş. Heç də mən də bəş acmışdım da. Dedim, nə edeyim? Evdə özüm üçün nəsə eləyim də, nəsə bir şeylər hazır. Yağlı çörək? Yağlı çörək yox idi? Yox idi. Dedim, yağlı çörək yeyim. Axtardım. Tapa bilmədim. Amma tapa bilmədim. Sonra qərara gəldim ki, cırtdan, sən artıq böyümüsən. Niyə də yox ki, sən özün bişirəsən yağlı çörəyi. Nə var ki, biraz undur, sudur, duzdur, yağdır, nə bilim, belə bir şeyləri qarışdırarıq, ondan sonra da olar yağlı çörək. Mən də alınmayıb ha, cırtdan. Hə? Belə pis çıxmasın, qəşəng alınıb. Ya, hədə Çiçək bacı, bilirsən, onu mən necə yoğurmuşam. Necə? Sonra yoğuranda görmüşdüm ki, vay, su yox imiş. Sonra getmişəm, su gətirmişəm. Suyu oradan get, daşı, gətir. Ölürdüm ya acından Çiçək bacı. Başa düşürəm. Hə, heç unu kisəsini götürəndə yarısı cırıldı, qaldı, orada bu tərəfə düşdü, o tərəfə düşdü. Hər yer un, yer, göy un olub. Elə məlumdur. Su, xəmir, hər yer. Aha. Cırtdan, başa düşdüm. Ardını danışarsan müstəqil maraqlı gəldi mənə ki, bu necə əmələ gəlib. Gedək tapmacaya. Uşaqlar, tapmacana diqqətlə baxın, aşağıdakı nömrələrə tez yazın. Gedək tapmacaya. Getdi. Əlim xəmirlidir, amma Çiçək bacı, nətər gedim oynayım. Yaxşı, təmizləyib gedərəm. Getdi. Bir tər eləyərsən. Mənim qəşəng dostlarım, gəlmişəm sizə tapmaca deməyə. La. Suya düşər islanmaz, yerə düşər paslanmaz. Cavab nədir? Fikirləşin yaxşı. Siz mənim ağıllı dostlarımsınız. Görürəm ki, bütün tapmacaları çox rahatlıqla tapırsınız. Hə, bunu da fikirləşirsiniz? Yaxşı. Ona mən sakit olum. Siz fikirləşin, cəld göndərin aşağıdakı nömrələrə. Getdik. Hə, ay cırtdan, ay mənim gözəl, ay mənim ağıllı balam, ay mənim cırtdan balam. Gəl sənə gözəl bir nağıl danışım. Hə, nənə, danış. Sən mənə nağıl danışanda çox sevinirəm. Hə, ay bala, mən də sənə nağıl danışmağı çox sevirəm. Deməli, bir ferma var idi. Bu fermada müxtəlif öküzlər saxlayırdılar. Öküzlər, tanıyırsan da öküzləri? Hə, nənə tanıyıram. Buynuzları yekə, bədənləri yekə, boyları nə boyda. Ay soğ, öküzlər bilirsən də böyük olurlar, buynuzları yekə olur. Amma bunların içərisində bir öküz var idi ki, onun boyu balaca idi.
və ona görə də digər öküzlər elə hey ona gülürdülər və onu lağa qoyurdular. Ona deyirdilər: "Bu nədir belə? Sən bizim aramıza gəlmə. Sənin boyun balacadır. Sənin buynuzun balacadır. Heç bizə yaraşmırsan." Belə sözlər deyirdilər və öküzün xətrinə dəyirdilər. Bu öküz də onlara inanırdı və qəlbi qırılırdı və onların arasında qala bilmirdi. Elə hey kimisə yanına getsəydi, o öküz onu yanından qovardı. "Yanımda qalma, sən mənə yaraşmırsan" deyərdi. Bu öküz də bilmirdi kimlə dostluq eləsin. Digər öküzlərdən ayrılıb gedir toyuqların yanına. İstəyir onlarla dostluq eləsin. Toyuqlar dedilər: "Qap, aramıza öküz gəlib. Ey, sən bizim aramıza niyə gəlmisən? Sən məyər toyuqsan?" Toyuqlar, xoruzlar onu öz yanlarından qovdular. Öküzün qəlbi daha da çox qırıldı. Axı o bilmirdi hara getsin. Ay nənə, toyuqla da öküz dost olar. O da qəribədir. Hə də olmaz, amma neynəsin? İnanırdı da onların sözünə. Elə bilirdi ki, həqiqətən də heç bir işə yaramazdı. Amma sənə bir söz deyim. Bu öküz çox işləyərdi, çox. Sahibi onu çox sevərdi. Amma digər öküzlərdən balaca olduğuna görə elə bilərdi ki, heç bir işə yaramır. Günlərin bir günündə öküzün qəlbi qırılır və bütün sürüdən acıq eləyir, fermadan çıxır gedir. Günlərlə bir gölün qırağında, bir ağacın dibində büzüşür qalır. Elə hey fikirləşir: "Mən niyə balacayam? Mən niyə böyük deyiləm?" Yəni öz ağlını heç düşünmür. Düşünmür ki, nə qədər ağıllıdır, düşünmür ki, nə qədər gücü var və sahibi onu nə qədər sevir. Və öz-özünə dedi: "Mən bir daha o fermaya qayıtmayacağam. Məni istəməyənlərin yanında mən də qalmayacağam. Elə burada o qədər qalacağam, acından, susuzdan qoy ölüm." Amma sənə kimdən deyim, kimdən danışım? Öküzün sahibindən. Öküzün sahibi görür ki, öküzlərin içində olan, ən çox işləyən və ağıllı, huşlu olan öküz yoxdur. Axtarır, görür ki, həqiqətən də yoxdur. Başlayır ətrafa səs yaymağa. Bir it var idi. Ferma sahibinin iti. Onu göndərir ki, öküzü tapsın. Öküz günlərlə gölün qırağında səndəmə düşüb qalırmış. Bu it iynəyə gəlir, bu öküzü tapır. Deyir: "Sən burada nə edirsən? Fermanın sahibi səni axtarır. Biz hamımız səni axtarırıq. Sən də oturmuşsan burada." Bilirsən öküz ona nə deyir? Nə deyir nənə, nə deyir? Öküz deyir ki, mən bir daha o sürüyə qayıtmayacağam. İt deyir: "Niyə qayıtmayacaqsan? Biz ki səni çox istəyirik." Öküz deyir: "Xeyr, mənim boyum hamından balacadır. Mən heç nəyi bacarmıram. Heç kəs məni sevmir və heç kəs məndən dostluq etmir. Ona görə mən burada o qədər ac-susuz qalacağam ki, ölüm gedim." İt deyir: "Bu nə sözdür? Sən nə danışırsan? Biz səni çox istəyirik. Fermanın sahibi sən gedəndən sonra digər öküzlərdən iş tapa bilmir. Onlardan iş ala bilmir. Onlar sənin kimi işləyə bilmirlər." Xülasə bu it o qədər danışır və bu öküzü başa salır ki, düzdür sənin boyun balacadır, sənin buynuzların balacadır. Amma sən ağıllısan. Səncə bu boyu balacadır, ağıllıdır. Sənə kimi xatırladır? Hə, cırtdan? Qəhrəman cırtdanı. Aferin. Və onu razı salır və bu öküzü gətirir fermaya. Bunu görür sahibi sevinir, onu qucaqlayır, tumarlayır və o gündən öküz başa düşür ki, hər kəsənin boyu bir cür olar. Biri çox ağıllı olar, biri bədəni böyük olar, biri güclü olar. Hərənin öz xüsusiyyəti var və hər kəs gərək öz xüsusiyyətini cırtdan qəbul etsin. Və o gündən sonra ki, o özünü qəbul etdi, digər öküzlər də ondan mehriban olmağa başladılar. Və bununla da mənim nağılım buradaca bitdi. Hə nənə, çox sağ ol ay nənə. Hə, Çiçək bacı. Deməli, belə rahatlıqla xəmiri əldə eləməmişəm mən. Aha. Birinci demədim bayaqlarım ki, o kisəni un dağıldı hər yerə, göyə, hər yer. Sonra biraz bilmirəm axı nə qədər tökürlər unla.
sudan nə qədər tökürlər. Onun üçün mən də nə elədim? Biraz undan tökdüm, biraz sudan tökdüm. Ya çox oldu. Sonra onu tulladım, sonra yenə düzəltdim. Belə sonra gördüm ki, xəmir əlimə yapışır. Aha. Dedim, ay xəmir. Bilirəm ki, mən çox şirinəm. Amma mən çox acam. Məndən əl çək. Nəysə, belə razılaşdıq. Xəmir dedi, baş üstə cırtdan. Əl çəkərəm səndən. Əl çəkdi məndən. Ondan sonra da heç nə. Üst başım da bulaşmışdı. Nə haldaydım? Mən də sonra dedim ki, qoy bu xəmir qalsın kənarda. Mən gedim paltarımı yumağa. Hə, paltarı yumağan görmüşdüm də nənəm əlində suya salır çıxardır. Mən də dedim ki, çox rahatdır paltar yumaq. Nə var ki orada? Elə mən də getdim çaya, orada paltarımı saldım suya, qaldırdım. Saldım suya, çıxartdım. Saldım, çıxartdım. Yaxşı. Gördüm ki, paltarımdakı xəmirlər heç biri getməyib. Bilmədim nə getməz axı ay cırtdan. Onu qəşəng əlində sürtməlisən. Yəqin diqqət eləməmisən. Bir də ola bilsin xəmirin suyunu çox dökmüsən, o günə qalıb, yəni yapışıb sənə. Bütün paş-paltar biz günə qalıb. Amma bil ki, o elə yuyulmur. Mən sənə sonra başa salaram. Hə, ola bilər. Orasını görməmişəm. Elə bir görmüşəm ki, nənəm suya salıb çıxartmaqla paltar təmiz olur. Hə, sonra gördüm ki, qarnım çox qurr eləyir. Dedim ki, gedim təndiri yandırım. Təndiri yandırmağa getmək istəyəndə. Nə elədin? Mən də fikir vermirəm. Təndiri yandırdın, tək? Hədə çiçək bacı çox acım axı. Mən neyniyim axı? Bilirəm açsan, amma böyüksüz o təndiri necə yandırmaq olar axı? Bilirəm böyüksüz yandırmaq olmaz. Bilirsən, bəli. Sonra? Amma neyniyim ki, təkəm. Aha. Mən yandırmalıydım. Həm də yandırmadım. Gördüm ki, verilişimizin vaxtıdır. Allah üzümüzə baxıb. Tez qaçdım bura ki, burada bir təndir taparam. Çörəyi də bişirərəm. Ev yox, cırtdan. Mən sənə kömək eləyərəm. Kömək eləyərsən? Hə, kömək eləyərəm. Bu heyfdir. Qəşəng xəmir yoğurmusan. Baxın uşaqlar nə qəşəng eləyib. Yəni əvvəl başda xəmir yoğururum. Maşallah. Afərin. Yəni həqiqətən də yəni öyrənmisən. Elə bir dəfə, iki dəfə axı görsən ki, alınır da. Çox sağ olun. Hə, ona görə mən sənə kömək eləyərəm. Gedək əvvəl müsabiqəmizə zəng gəlir. Yəni zəngin səsini eşitmir ya o ayaqda. Zəng gəlir, müsabiqəmizə gedək. Sonra sənə xəmiri aparıb qoyarıq bişməyə. Hə. Gedin uşaqlar. Təndirim, isti təndirim, qəşəng çörəklər bişirəcəm. La. La. Bugünkü görəsən dostumuz kimdir? Salam. Özünü təqdim elə. Adın nədir dostum? Adım Kövsər. Kövsər, neçə yaşın var? 5 yaşın var. Oo, hə dostum. Onda belə çıxır ki, sən oyuna lap hazır gəlmisən, hə? Hə, onda dostum bu yuxarıda gördüyün xanalardan birini seç və oyunumuza başlayaq. La. Mənə denən. 6. Getdik oyunumuza. Hə dostum. Oyunumuza bir daha xoş gəldin. Deməli, burada gördüyün qutuların içində bir kəlmə var və biz bu kəlməni tapmalıyıq. Ona görə də bizə yuxarıdan şəkillər göstərəcəklər və biz o şəkilə uyğun cavabı da tapacağıq. Hazırsan? Hazırım. Açılsın şəkillər. Gəlin görək nədir bu? Dostum bu yo futbol değil, başka. Yo voleybol da değil, bak topu balacadır. Ne? Tenis. Baxaq görək. Aferin sənə Kövsər. Cavab doğrudur. Getdik o bir oyunumuza. Kövsər,
Cövsər, 60 xal qazandın, təbrik eləyirəm. Amma öz aramızdır ya. Bütün oyunların adını dedin ya orada. Hə, onda ikinci oyuna hazırsansa, başlayaq. Xala seç. Hansı xana istəyirsən? Neçənci xananı açaq Cövsər? İkinci. Neçə? Beşinci. Beşinci. Beş. Getdik. Hə, dostum Cövsər. Mən bilirəm ki, sən burada mənə kömək eləyəcəksən. Özü qəşəngə kömək eləyəcəksən. Deməli dostum, burada gördüyün qoyunları saymalıyıq. Və düzgün sayı mənə deməlisən. Mən də gedəcəm nənəmə deyəcəm. Yaxşı düzgün deyərsən cavabı. Sonra dostum görsən ki, əgər kənardan canavar gəlir, qışqırarsan ki, canavar gəldi. Yaxşı? Toplan da gedər, onu qovar. Başa düşdün? Həm qoyunların sayını deyəcəksən, həm də canavarların gəliş xəbərini. Başladıq. Diqqətli say. Amma fikrin kənarda da olsun ki, birdən canavarlar gələr. Gəlir, qaç toplan qoboları. Nə? Gelir canavar. Gəlir canavar. Neçə dənə? Qoyunlar, qoyunlar neçə dənədir? 9 dənə baxaq. Afərin sənə. Kövsər, qəhrəman Kövsər. Getdik. Dostum, 120 xal qazandın. Səni təbrik edirəm. Və bu da o deməkdir ki, 120 manat dəyər. Sən də çox sağ ol oyunumuzda iştirak elədin. Bu da o deməkdir ki, 120 manat dəyərində hədiyyə qazandın Cırtdanın macəraları verilişindən. Sağ ol. Sağ ol. Ay. Hə, Cırtdan. Ay Cırtdan. Davam eləmək istəmirsən, maraqlı oldu ya belə. Nəsə fikirlisən deyəsən yenə. Yenə nəsə olub? Belə niyə belə elədim yaxı mən? Nə elədin? Çiçək bacı bilsən, bilsəydim belə olacaq, bu cür eləməzdim. Yenə nəsə olub ki, nə eləmsən yenə? Uşaqlar siz bilirsiniz? Bilmirsiniz? Yaxşı. Doğrudan necə kömək eləyə bilsən, De deyərdim. bilə, kömək eləyə bilirəmsə eləyəcəm də, buyur. Deməli Çiçək bacı, mən dərsdən qayıdanda dostlarımı gördüm. Gördüm ki, qəşəng oynayırlar. Onlar da mənə gördülər, ay Cırtdan, sən də gəl bizlə oyna. Çox maraqlı oyun gedir. Getdim və paltarlarla oynadım. Fikirləşdim ki, hə də gedib paltarımı dəyişənə, qayıdana, uzun vaxt olacaq. Mən də dedim, elə bu paltarlarla gedim oynayım. Oyundan sonra da paltarlarımı gördüm ki, vay, nə haldadılar bunlar. Bəli. Sonra dedim, Normaldır, yəni uşaqlar, yəni Hə. adam gedib məktəb paltarı ilə oynayar. nə bilmə, sonra dedim, nənəm yuyar da, gedərəm apararam evə, nənəm Hə də, yuyar. nənə yuyar da. Amma mən nə bilərdim ki, mənim nənəmin halı belə olacaq. Nənəmi istəyirəm. Ağlama Cırtdan, ağlama. Bilsən necədir? Əvvəla nənəm bu halda olduğu olmadı. Qulaq asırsan Cırtdan. Sən gərək paltarlarını səliqəli saxlayasan. Axı nənən də əziyyət olur, onu yuyur, əziyyət çəkir. Elə deyir uşaqlar, çalışın səliqəli saxlayın. Analarınız əziyyətdə düşür. Dedim də. Onu yuyunca nə qədər çətindir axı. Vaxt gedir. Cırtdan, paltarları yəni ki gətirmisən də bu xəmir kimi. Hə, gətirmişəm. Hə, Dedim nə yaxşı, gətirmisənsə mən onu da kömək eləyərəm yuyular. Doğrudan. Hə, bu dəfə burada asandır. Nə yaxşı Çiçək bacı. Ay çox sağ ol. Sən mənə kömək edirsən həmişə. Hə, sən də sağ ol. Belə eləyərik. Onu aparırıq maşına atarıq, qəşəng uyuyar. Biz də vaxtacan çörəyi də hazırlayarıq. Hə, düz desən Çiçək bacı. Nənəm bəlkə çox yorulduğu üçün xəstələndi. Hə, görsən ki. Bundan sonra
Bu söz verirəm ki, nənəmə kömək edəcəm day. Bəli. Hə. Bax, Çiçək bacı, bu xəmirə baxıram, deyəsən vaxtı çatıb, bişirmə vaxtı çatıbdı. Bişirmək vaxtı çatıb? Hə. Hə, bişirəcək o. Bax, Aparıb yaxşıdır təndirdə vəziyyətləri. bişirək. Hə, aparıb bişirək. Hə, cırtdan. Deyirəm ki, paltarları da qəşəng qoyarıq. Aa, zəng gəlir. Zəng gəlir. Zəng gəlir. Gedək zəngə, paltarları da aparaq, xəmiri də aparaq. Uşaqlar gedək, siz də müsabiqəyə. Getdi. Həm müsabiqə, həm təndir. Mənim isti təndirim. Gəl cırtdan, gəl. Təndirim la 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 la. Salam mənim dostum, necəsən? Yaxşıyam. Oyunumuza xoş gəlmisən. Sağ ol. Cırtdanın dostu olmaq istəyirsən? Hə. Onda adını denən görüm. Adın nədir? Əbəlfə. Əbəlfəz. Neçə yaşın var Əbəlfəz? 6. 6. Mən onda səndən dost oluram. Dostum, oyun oynamaq istəyirsən? Hə. Onda burada gördüyün xanalardan birini seç. Yəni mənə denən rəqəmin adını mən də o xananı açım. Başlayaq oyunumuza. Rəqəmin adını deməyim. Denən. Hansı rəqəm istəyirsən? 5. Getdi. Dostum, bu oyunumuzun qaydası bu cürdür ki, burada gördüyün qoyunları sayacaqsan və o sayları mənə deyəcəksən. Və bir şeyə də diqqət eləməlisən ki, dostum, görsən ki, kənardan canavarlar gəlir, mütləq onun xəbərini denə. Çünki canavarların gəliş xəbərini desən, xal qazanacaqsan. Yaxşı? Başladıq. Həm qoyunların sayını, həm də canavarların gəlişini deyərsən. Diqqətli ol. Canavarı görsən mütləq xəbər elə. 2 dənə qoyun. Bir canavar görürəm. Amma tez denən, yaxşı dostum. Yaxşı. Aferin. 3 dənə. Gəldi 3 dənə canavar. Bir dənə denən ki, canavar gəldi. Bəs olur. Qoyunlar nə qədərdir? Saydın? 11 dənə. 11 dənə. 2 dənə alışan gəldi. Hə, qaçdı. Aferin sənə. Doğru cavab verdin. Hə, dostum, 11 dənə qoyunumuz var idi. Getdik o bir oyunumuza. Dostum, təbrik edirəm səni. 60 xal qazandın. İkinci oyun oynamaq istəyirsən? Hə. Onda xana seç. 6. Sen basma, dinle sadece. Hansı? 6. 6. Getdi. Hə dostum, bu oyunumuzun da qaydası bu cürdür ki, burada gördüyün qutuların içində müxtəlif əşyalar, meyvələr və sair var. Və sən onların, məsələn, deyərsən ki, birin arxasında, birinci qutuda, məsələn, dondurma var. Yəni, belə rəqəmlə yerlərini mənə bildirməlisən ki, mən də həmin xanaları açım, görək doğru cavab verirsən, yoxsa yox. Yaxşı? Hə. Başa düşdün oyunumuzu. Başladıq. Diqqətlə bax, yaxşı dostum. 6-da. Yo, indi bax hələ. İndi gör hələ birinci bax, yerlərini təyin elə. Ondan. 11-də maşın var. Yox, 11-də maşın var, baxaq görək.
Gözlə, gözlə, hələ açılır dostum. Diqqətlə bax. Ay, sağ ol. Afərin. İndi başladı. 3, 2, 1. Aha. 11'de maşın var. Baxaq görək. 11-də maşın. Afərin. Sonra 17'de şey var, üzüm. nə var? Üzüm. Baxaq görək nə var 17-də. Üzüm doğrudur. Sonra. 12'de pırlan. Neçə? 12'de pırlan. 12. Almaz, brilyant, afərin. Sonra? Tez ol. 6'da maşın. 6'da marojna. 6-da dondurma. Kurbağa. Dondurma. Aa, yo, dinozavrıymış. Eybi yoxdur. Dostum, tez ol. Denə. 3 tane. Aha. Hansındadır? Dostum, yadından çıxdı. Hə? Yadından çıxdı, hə? Ha. Ha, eybi yoxdur. Denən də məsələn, indi hələ vaxtımıza qalıbdı da, denən bir şey. Vaxt da tamam oldu. Eybi yoxdur. Dondurma. 5'te dondurma. Ay, vaxt tamam oldu dostum. Eybi yoxdur. Gedək görək, nə qədər xalın oldu? Getdik. Hə dostum, 90 xal. Təbrik edirəm səni qəhrəman. Dostum, bilirsən də 90 xal da o deməkdir ki, 90 manat dəyərində Cırtdanın macəraları verilişindən hədiyyə qazandın. Təbriklər. Sağ ol. Yuhu. Dedim 2 dəqiqə. 2 dəqiqə nədir ki, səbr eləyəsən axı? Cırtdan uşaqlar, elə deyil. 2 dəqiqə nədir ki, dözəydi bu? Əlin yandı. Nə deyim ay uşaqlar? Dedin Çiçək bacı dedin, amma çox maraqlıydı da neynim Çiçək bacı? Nə maraqlıydı? Ay barmağım. Bizim təndirin alovu var, sizin təndirin işıqları var. Mən nə bilim ki, bu işıqlar da parmaq yandırırmış. Ay. Cırtdan, o yandırmasa çörəyi necə bişirərlər? Axı onu fikirləşdi. Əgər sənə biri deyirsə, buna əl vurma, deməli əl vurmaq olmaz. Ay Çiçək Sən neynədin? Özün danış, ümumiyyətlə mən danışmıram. Yo, parmağım incidir. Sən danış. Ay. Deməli uşaqlar, qəşəng bu xəmiri düzəltdi, qoyduq qəşəng sobaya bişsin. Dedim ki, məni oradan çağırdılar ki, gəl 2 dəqiqə nəsə lazım idi. 2 dəqiqə dedim Cırtdan, bax heç nəyə əl vurma. Dedin. Dedim, heç nəyə əl vurma, gəlirəm. Bir də gördüm nə oldu? Cırtdanın səsi gəlir, qışqırır. Ay, belə gəldi səsim. Hə. Ardını sən danış daha. Ay, yox, yaxşı mən danışım. Deməli, oy. Çiçək bacı, mən neynim? Maraqlı gəldi də. Özü də bilmədimi? İşıq da yandırırmış Çiçək bacı. Bizim işıqlar yandırmır məsələn. Bir də əlimi belə yaxınlaşdım. Cız elədi keçdim bu yana Çiçək bacı. Yandı, hey! Vay, çörək yandı. Axı mən o vaxtında qoymuşdum. Cırtdan neyləmirsən? Gəlirəm. Heç nə eləmədim. Ay Allah, mən neylədim? Çörək də yandı. Cırtdan, bu nədir axı? Bu nədir? Nə olub ki? Nə olub? Baxın uşaqlar, nə olub? Nə olub? Sən sobaya da əl vurmusan, hə? Qara çörək olub ki, Çiçək bacı nədən ağ bişirirdi, Çiçək bacı? Bu niyə qara olubdu? Sizin soba... Mən bilmirəm, gülüm ya ağlayım. Ay Allah, dedim axı Cırtdan, buna əl vurma. Getdi, gül kimi xəmiri qoymuşduq, bişirəcəkdik. Ay, barmağım. Sən nə əl vurmusan o? Axı mən onu vaxtında qoymuşdum. Ay, barmağım. Çiçək bacı, sizin təndir qara bişirir, Çiçək bacı. Vay. İndi bu necə yeyərik, qara yeyək. Deyərik ki, ay, barmağım. Deyərik ki, qara çörək bişirmişik. Üf. Ay, barmağım. Mənim daha sözüm yoxdur uşaqlar. Yəni həqiqətən də bu insan nə
nə qədər hövsələsiz olar axı. Mən bunu qəşəngcə qoymuşdum, vaxtında tənzimləmişdim. Sən orada nə var, əl vurmusan da? Çiçək bacı, eyb yoxdur da, eyb yoxdur. Elə bir şey sən xəmirdən ayrı hamısını bişirməmişdin ki, yarısını da bişirərik də, olar? Hər sözə bir söz tapır deyir də. Yəni təqsirin yoxdur da sənin indi burada, yəni. Bişir. Bu indi yanır çiçək bacı. Bu getdi daha. İsraf oldu. Ay barmağım, ay. Barmağım. Barmaq da heyfdir. Yəni barmağın da yandı. Görürsən böyüyün sözünə qulaq asmayanda nə olur? Nə olur? Uşaqlar ardın dedilər. İşıqlar barmağı yandırır. Zəng gəlir, dayan. Hə. Gedək müsabiqəmizə, sonra danışarıq. Ay, Aparma gedək. o biri heç olmasa xəmiri qoyum, cırtdan ac qalmasın. Gedək barmağım Gedək. yanır. Bunu da götürün buradan. Gəl cırtdan. Ay Gedək. barmağım. Gəl də gəl. Müsabiqə. Salam mənim dostum, necəsən? Yaxşı. Xoş gəlmisən oyunumuza. Adın nədir? Esma. Əsma, neçə yaşın var Əsma? Heç. 5. Gəlmisən ki, cırtdanla qəhrəman olasan, düzdür? Bəli. Onda hazırsansa, yuxarıda gördüyün xanalardan birini seç və gedək qəhrəman olmağa. 3. Getdi. Varsaymış. Hə dostum, deməli bu oyunumuzun qaydası bu cürdür ki, burada gördüyün qutuların içində müxtəlif əşyalar var və sən də onlara diqqətlə baxacaqsan, yerlərini yadında saxlayacaqsan, ən azı 6 dənə bizə doğru cavab verməlisən. Yaxşı? 6 dənəsini yadında saxla və daha sonra qalib ol. Başlayaq? Bəli. Başladıq. Diqqətlə bax, yaxşı dostum. Tələsmə. Diqqətlə bax, yerlərini təyin elə. Daha sonra cavab deyərsən. Bir dəfə də açılır. Diqqətli ol. Hə, başladıq, denə. Dostum. 12. Nə? Banandır. 16 banandır. 16 banan. Aferin. Sonra? Bir də üzüm var. Bir də üzümdür. Aferin. Sonra? 3 də dinozavr. 3-də? Dinozavr. 3-də baxaq. Maşın imiş, yox. 4 də 4-də nə var? dinozavr. Dinozavr. Aferin. Sonra? Mən 5-də isə 5-də nə var? mayojna. 5-ə baxaq görək dondurmadır. Nar imiş dostum, yox. Heç də olmaz. Heç nə olmaz, hə. 3 doğru cavabın oldu. Təbrik edirəm səni. Gülə gülə sənin nə qədər xalın var. Getdi. Baxaq. Hə dostum, 30 xal qazandın. Səni təbrik edirəm. Gəl ikinci oyunumuzu da oynayaq. Sən xananı seç. Görək. Bəli. Nə gələcək? Müəllimə cidden. Hayır. Bəli. Sonra başqa oyunumuz da var. Var. Xanalardan birini seç və ikinci oyun oynayaq. 5. 5.
Ha, bir söz. Bravo. Hə dostum, bu oyunumuzun qaydası bu cürdür ki, burada gördüyün qoyunların sayını mənə deməlisən. Və görsən ki, kənardan canavar gəlir, mütləq canavar gəldi deyərək qışqırarsan, yaxşı? Canavarların gəliş xəbərini mənə denən ki, sənə xal qazandıracaq. Yaxşı dostum? Getdik, başladı oyunumuza. La 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 la. Diqqətlə qoyunları say və diqqətində həm də kənarda olsun ki, canavarların xəbərini mənə deyəsən. Canavar gəldi. Bir dənə deyək ki, canavar gəldi. Canavarların sayına ehtiyac yoxdur. Neçə? 10 dənədir. 10 dənə. Baxaq. Afərin sənə. Doğru cavab verdin dostum. Qəhrəman dostum, getdi. Hə, qəhrəman dostum. Qəhrəman Əsma. Deməli sən bizdən 90 xal qazandın. Səni təbrik eləyirəm. Bu da o deməkdir ki, 90 manat dəyərində hədiyyə qazandın. Təbriklər. 90 çox faiz verir. Bəli, bəli, çoxdur, çox dostum. Sağ ol. Çox sağ ol dostum. Mən onunla hər şey ala bilərəm. Çiçək bacı. Hə. Ay çiçək bacı. Deyirəm nə çətin imiş nənəmin işləri. Yazıq nənəm bu qədər iş görüb, əldən düşüb və xəstələnib. Hə, cırtdan. Yaxşı ki, başa düşdün. Yəqin ki, bura gəlincə nə qədər iş görmüsən sən. Elə bu xəmir bir hissəsi idi biz bildik. Cırtdan mənə bəzi şeyləri danışdı. İstəyirsən sən burada yenə danış. Hə. Və bir də onu da deyim ki, biz qoyduq xəmiri. Nə yaxşı ki, yarısı qalmışdı. Onu da nəzarət eləmişəm. Hə, tapşırmısan çiçək bacı, tapşır. Heç kim gəlib əli vurmasın. Yəni qoymuşam, nəzarət edirlər qəşəng. Özüm də baxdım, gəldim. Çiçək bacı, deyirəm ki, mən vaxtında nənəmə kömək eləsəydim, həm nənəm yorulmazdı, Bəli. həm də işləri öyrənmiş olardım. İndi mən bu qədər yorulmazdım, bu qədər nə bilim, çox olmazdı da. Vaxtında eləyərdim, hamısı da tez qurtarardı. Düzdür, cırtdan. Amma Əslində hə, buyur. amma nənəm mənə iş tapşıranda mən həmişə qaçıb oynayırdım. Görsən cırtdan. Hə. Hə, indi bax belə deyək də, uşaqlar da həmçinin qulaq asın, bilirsiniz necədir? Gərək cırtdan öz işlərinin, vəzifələrini biləydi. Hər kəsin öz vəzifəsi var, özünə uyğun məsuliyyəti var. Təsəvvür eləyin ki, yəni bütün işlərinizi ananızın, yəni məsələn cırtdan nənəsinin boynuna yıxır, axırda həqiqətən də yorulur, vaxt xərcləyirlər. Düzdür, indiki dövrdə biraz asandır, amma yenə də öz işinizi, öz vəzifənizi mütləq bilməlisiniz. Gərək onları özünüz eləyəsiniz. Məsələn, paltarlarınızı təmiz saxlamaq, onları səliqəli yerinə qoymaq, onları tez-tez bulaşdırmamaq. Cırtdan, eşidirsən də yəqin ki. Hə, eşidirəm. Yəni biz öz yeməyimizi səliqəli yeyək. Məsələn, ola bilər ki, bəzi işlərdə ana-atamıza hətta köməklik eləyə bilərik də. Elə deyil cırtdan. Hə, ona görə uşaqlar, bunlara diqqətli olun. Yəni ata da iş görür. İşdə məsələn atalarınız da olur, işdən gəlir, yorğundur. Analarınız da bütün gün işləyir və yaxud işləyən analarınız ola bilər. Ona görə də onları nəzərə alın, diqqətli olun. Yəni fikrinizdə saxlayın ki, hə anam yorğundur ya atam yorğundur. Cırtdan barmağı pis yanmışdı həqiqətən. Mən ona görə əsəbləşmişdim. Hə, cırtdan, qulaq assın da. Daha bundan sonra başa düşdün ki, belə eləmək olmaz. Başa düşdüm çiçək bacı. Başa düşdüm ki, hamı öz işini vaxtında görsə, heç kim çox da yorulmaz və biz də öz işimizi hamısını bilərik, Öyrənmiş bacararıq. Hə, məsələn paltarlarımı qatlayıb yerinə qoya bilərəm.
Bəli. Məsələn, sonra kitablarımı səliqəli qatlayıb yerinə, qatlayıb deyirəm çaşıb. Kitablarımı səliqəli yerinə yerləşdirə bilərəm. Çantamı axşamdan yığa bilərəm ki, Bəli. sabah durub qaça-qaçla məktəbə getməyim. Yağın Bəli, çörəyi yoxsa qaça-qaça yolda vaxtın da təsəvvürlə vaxtın ola-ola orada tələf edirsən. Gedir, amma bu tərəfdən qaça-qaça düşürsən. Görürsən ki, necə pisdir. Ona Çiçək görə- bacı. Bəli. Bəs mənim paltarım necə olacaq? Hə, paltarları da, hə, onu demədim axı. Paltarları da sən xoşun gəldi ondan. Qəşəng qoyduq. Nə deyirlər? Paltarlar indi düzdür. Əlimizdə yumuruq, amma Nənəmin ləyəninə maşın var. oxşuyur. Sənə Ləyəndə göstərdim. yuyursan? Hə. Hə, sənə göstərmədim, özüm apardım atdım. Yox, ləyən deyil. Deməli bilsən, indiki Aha. texnologiya inkişaf eləyib. Sənə demişdim axı, elm inkişaf eləyib. Ləyən deyil. Ləyən kimi bir şeydir. Atırsan ora, Hə. o özü yuyur paltarı. Hə. Nənəmin ləyənindən yekədir. Bəli, Əlləri yekədir. var. Onu sənə göstərəcəm. Aha. Elə paltarları yuyanda aparıb göstərərəm, görüm nə cürdür. O hələ onu da qoymuşam orada. Yaxşı, uşaq. Qorxdum daha cırtdan aparam. Dedim onu da nəsə eləyər də bu paltar yuyanda O da yandırır. yandırmır, amma başqa işlər ola bilərdi də yəni. Çiçək bacı, bir də uşaqlara demək lazımdır ki, böyüklərin icazə vermədiyi heç nəyə əl vurmaq olmaz. Onu cırtdana da demək lazımdır. Elə deyil uşaqlar. Daha Mən eləməz. barmağım Da yanıb. barmaq yanıb da. Ya barmaq yanandan sonra başa düşüb ki, olmaz imiş. Barmağım yanandan sonra başa düşdüm, düz deyirsən. Olmaz. Uşaqlar, birinci böyüklərə deyin, ondan sonra o işləri görün. Barmağınız yanar, yoxsa mənim kimi. Ay, yenə ağrıdı. Ay. O bir gün ağrıyacaq. Ay, Ay, bəs, cırtdan, özünə gəl. özünə gəlir də. Hə. Cırtdan. Hə. Belə bilirəm uşaqlar da başa düşdü, sən də başa düşdün. Gedək paltarlara baxaq görüm nə vəziyyətdədir. Hə. Çörəyimiz də indi hazır. Gedə yataq yuyulsun Gedək. hamısı. Gedək paltarları Gəl, yumağa. Gəl. Təmiz paltarım. Hey! Dostlar, mən gəlmişəm sizə kömək eləməyə. Görürəm, çətinlik çəkirsiniz. Deyirsiniz ki, cırtdan, bizə biraz kömək elə. Bir damcı kömək elə. Yaxşı, kömək eləyirəm sizə. Əvvəl tapmacamızı deyək. Suya düşər islanmaz, yerə düşər paslanmaz. O göydə olur və işığı düşür. Ay, aha, biraz kömək elədim. Günəşdən sonra başqa nə olur? Hə, tez olun, yazın, göndərin bizə. Bəh. Həqiqətən. Çörəyin ətrinə bax. Mən bişirmişəm. Bəli. Mən. Bəli, zəhmət çəkdim, bişirdim, düzdür birini yandırdıq, amma qəşəng bir çörək çıxdı. Çiçək bacı, çox şükür. çox sağ ol ki, təndirə qoymağa mənə kömək elədin. Bəli, biz təndirimizə qoyduq, bişdi. Amma xəmiri mən yoğurdum da, Çiçək bacı. Bəli, sən qəşəng yoğurdun, qəşəng zəhmət çəkdin nə Aha. qədər. Mən də bayaqları elə əsəbləşmişdim, çünki sənin zəhmət və heyfim gəldi. Hə. Biri yandı, 2 dənə çörəyin olacaqdı. Barmağın yandı ən əsası. Canıma zərər dəydi də. Biz də elə onu istəmirik də. Yəni məsələn analarımız, böyüklərimiz deyəndə ki, buna əl vurma, canımıza xətər dəyməsin deyə deyirdik. Çiçək bacı, paltarım da təmiz oldu, çörəyim də hazır doğrudan oldu. Çox sağ ol ki, mənə kömək elədin. Həm Sən də də bu sağ gün ol. maraqlı əşyalarla tanış oldum. Bəli. Çiçək bacı. Nənəm həmişə deyir, hər işdə bir xeyir var. Düzdür. Paltar yuyan çox maraqlı idi, nənəmin təndirinə oxşuyurdu. Amma biraz yan çəpi idi də, özü də fırlanırdı. Özümə oyun tapmışdım, qəşəng. İçində oturub biraz fırlandım. Yox da, cırtdan. Sonra məni çıxartdılar. Dedilər ki, bunu qoşarıq, sonra səni su boğar, suda gedərsən, balaca bir şeysən. Yox, yəni elə işlər görmə, xətərlidir. Aha. Hə, cırtdan həm paltaryonla tanış oldu, nənənin təndirinə oxşatdı, həm də soba ilə tanış oldu və bildi ki, orada biz çörək bişiririk. Bizə çox belə qəşəng tanışlıq oldu. Bəlkə uşaqlar bizim üçün qəşəng şəkillərini, bəlkə çörək bişirə bilirlər onlar da. Ola bilər, çörək bişirirlər. Məsələn, ola bilər ki, məsələn, paltarlarını qatlalayan yerdə. Qəşəng, məsələn, elə işləriniz olanda onlar şəklini çəkin bizə
aşağıdakı nömrəyə göndərin mütləq. İş görən yerdə çəksinlər, video da Bəli. göndərə bilərlər də Çiçək bacı. Şəkil, video, nə istəyirlər göndərsinlər bizə. Bəli. Məsələn, Qəşəng. Kömək eləyən yerdə, ana atasına kömək eləyən yerdə o şəkillərini də, videolarını da bizə çəkib göndərə Çiçək bilərlər. bacı, bəlkə mən də çəkim göndərim. Hə, mütləq. Nənəmə kömək eləyən yerdə. Ay, papağım düşmür. Ay. Düşdü. Bəlkə mən də nənəmə kömək elədiyim yerdə şəklimi göndərim, videomu göndərim, deyim, Göndər. baxın, cırtdan kömək eləyir. Bəli, bu əladır. Uşaqlar, siz də elə cırtdanın dediyi kimi qəşəng çəkin şəkillərinizi göndərin və bir də tapmaca və müsabiqədə iştirak etmək üçün aşağıdakı həmin nömrələrə yazın mütləq. Mütləq, maraqlı oyunlarımız var, Var. Aycan. Bəli, gəl vaxtımız axıra Sağollaşaq, hə, çatır. Bəli, Çiçək bacı. gedək uşaqlarla sağollaşaq və bunu da sən də aclıqdan bir təhər Gedim oldun. yeyimi acmışam, çox acmışam. Hə, gedək uşaqlar. Sağ olun. Sağ olun Sağlıqla uşaqlar. qalın. Sağ olun. Sağ olun, sağ olun. Çiçək bacı, çörəyi ver, çörəyi ver, tez ol mənə. Verim də, get. Gətir, yaxın, gətir. Bax, gör necədir. Yaxşıdır.